Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Sınaq 7-nin izahına baxaq. Dim 1-ci qrup 20 sınaq. Mövzular maqnit induksiyası, elektromaqnit induksiyası, maqnit sahəsinin enerjisi. Aha, birincidən başlayaq. Xüsusi yükləri Q2 böl M2, 3Q1 böl M1 olan yüklü zərərciklər bir cins maqnit sahəsində induksiya xəttlərinə perpendikular istiqamətdə eyni sürətlə daxil olur. Zərərciklərin hərəkət etdiyi çevrələrin radiusları deməli tutunuz M bərabərdir QB-dir. Buradan xüsusi yük tapmaq istəsək, M-i atırıq bura və görürük ki, R Q böl M-dən tərs mütənasib asıdır. Yəni xüsusi yükdən tərs mütənasib asıdır. Ona görə də nisbətimizi yazsaq, alarıq ki, R2 böl R1 bərabərdir. Gəlin belə deyək. Q2 böl M2 olsun, Q2 ştrix, yəni xüsusi yük. Q1 M1 də olsun, 3 Q1 ştrix, yəni xüsusi yük. Sadəlik üçün belə yazaq və dedik ki, tərs mütənasib asıdır. Yəni Q1 ştrix bölünsün Q2 ştrix bərabərdir. Buradan da Q2 ştrixin yerinə 3 Q1 ştrix yazaq. Q1 ştrix bölünsün 3 Q1 ştrix. Olacaq cavabınız 3-də 1 B variantı. İnduktivliyi bir Henry olan sarğacdan keçən cəryan şiddəti zamana görə bu qanunla dəyişir. Həmin sarğacda yaranan öz-özünə EHQ-nın zamanla asılı qrafiki EHQ L vurulsun I-nin zamana görə törəməsidir. Qarşısında mənfisi var. Mənfi L delta I bölünsün delta T-dən. L vur, mənfi L vurulsun delta I böl delta T, yəni I-nin zamana görə törəməsi. Demək, mənfi L vurulsun I-nin zamana görə törəməsi. I-nin zamana görə törəməsini tapsaq, sabitin törəməsi 0 verir. Mənfi 5 törəməsi, mənfi 5, üstə gəlsin T kvadratının törəməsi 2T-dir. L-in də yerinə 1 yazaq. Mənfi 1 vurulsun, mənfi 5 üstə gəl 2T. Mötərizəni açsaq olacaq 5 çıxılsın 2T. Yəni 5-dən başlayaraq üzü aşağıya mənfi 2T olduğuna görə D variantı. 3-də bir cins maqnit sahəsində çevrə üzrə dövr edən protonun impulsu 2 dəfə azaltdıqda, impulsunu 2 dəfə azaldanda dörtmə tezliyi dəyişməz. Çünki omega tezlik, period, V, P, WK və radiusdan asılı deyil. Çünki düsturlarında yoxdur. Məsələn, omeganın düsturu QB bölünsün M-dir. Bunun kimi, period bunun kimi, yəni oxşar düsturlardır. Birindən digərini çıxarda bilərsiniz. Burada V, P, K, R olmadığına görə asılı deyil, dəyişməz. 3-ü götürdünüz. Radiussa MV bərabər QB, yəni P bərabər QB R-ə əsasən P ilə R düz mütənasib asıdır. Radiusda ona görə də 2 dəfə azalar 4. 3 və 4 B variantı. 4-də yüklü zərərciklər bir cins maqnit sahəsində çevrə üzrə hərəkət edirlər. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Baxaq. Burada yük müsbətdir, burada yük mənfidir. Və Lorentz qüvvəsi çevrədə mərkəzə doğru yönəlir. Fərqi yoxdur, müsbət yükdür, yoxsa mənfi yükdür. Sol əl qaydası ilə 4 barmağımızın istiqamətini tapaq. Deməli, baş barmağımız yuxarı, sol əlinizi elə tutursunuz ki, 90 dərəcə asılmış sol əlinizi. Baş barmağınız Lorentz qüvvəsi istiqaməti, yəni yuxarı. X olduğuna görə ovcunuzun sizə baxacaq və 4 barmağınız yönələcək sola doğru. Bu əlinizin içində uşaqlar. Deməli, burada sürətin istiqaməti sol dirəm, üzr istəyirəm, sağa doğrudur. Bu da oldu sizin V-niz. Digər tərəfə keçək. Sol əlinizin baş barmağı aşağı, sol əlinizin baş barmağını aşağı tutdunuz. Nöqtə olduğuna görə uşaqlar, deməli, əlinizin üstü sizə baxır və 4 barmağınız yönələcək yenə sağa. Sadəcə bir şey var. Mənfi yük olduğuna görə cavabı sağ yox, nə götürməlisiz? Sol götürməlisiz. İndi baxaq. Fikir verin, ikisi də fırlanmış oldu. Saat əqrəbinin əksi istiqamətində. Bir nöqtəsində olanda yükün çevrəyə toxunan boyunca sağa yönəlib. Deməli, bu aiddir birinciyə. Bir nöqtəsində olanda yükün sürəti çevrəyə toxunan boyunca son yönəlib. Bu oldu ikinci. 3. Bir nöqtəsində olanda Lorentz qüvvəsi aşağı yönəlib. Aşağı yönələn ikincidədir. Yüklü zərərcikin kinetik enerjisi dəyişmir. Bərabər sürətlə hərəkət olduğuna görə çevrə üzrə, deməli, yüklü zərərcik maqnit sahəsində perpendikular istiqamət daxil olarsa, çevrə üzrə bərabər sürətlə hərəkət edir. Ona görə də 4 gəldi bura. Bir nöqtəsində olanda Lorentz qüvvəsi yuxarı yönəlib. O da aiddir təbii ki, birinci şəklə 5. 1, 5, 2, 3, 4, C variantı. Yüklü zərərcik induksiyası fondakı test olan maqnit sahəsinə qüvvə xəttlərinə perpendikular istiqaməti 10^6 metr böl saniyə sürətdə daxil olur və çevrə üzrə bu təcili hərəkət edir. Zərərcikin xüsusi yükünü MA bərabər QVB-dən. QVB-dən hesablayaq. A da bərabərdir. Bizdən xüsusi yükü soruşur. Xüsusi yük Q böl M-dir. Q böl M bərabərdir. Q böl M bərabərdir. VB bölünsün. A-ya baxın, çarpaz vuranda, bir saniyə.
A bölünsün VB-yə. Baxın, çarpaz vuranda eyni nəticəni alaq. Yəni, MA bərabər QVB-ni ala bilərik. Deməli, A-nın yerinə 3/6 vurulsun. 10 üstü 16 yazaq. V-nin yerinə 10 üstü 6. B-nin də yerinə 0/2 yazaq. 10 üstü 6 ilə 10 üstü 16 getdi. Burada qaldı 10. Daha sonra 0/2 ilə 3/6 gedir. Qalır 18. Və sizin cavabınızı 1/8 vur, 10 üstü 11 verib. Bura vergül atıb, burada 11 edib. Y variantı. 6-da ABC'də qapalı keçirici kontur cəryanın naqilin maqnitsəsində şəkildə kimi hərəkət etdirilir. Konturda yaranan induksiya cəryanın maqnitsəsinin induksiya vektorunun O nöqtəsində istiqamətini müəyyən edin. Aha, O nöqtəsində istiqamətini müəyyən etməyimizi istəyir. Deməli, cəryan yuxarıdır və bu hərəkət elətdirilir, naqil hərəkət elətdirilir sola doğru. Gəlin, birincisi bizə verilən i-dən sağ əl qaydası ilə i-nin yaratdığı maqnitsəsine baxaq. İ'nin yaratdığı maqnitsəsi sağ əlimizdə baş barmağınız istiqamətində olanda yumulmuş 4 barmağınızın baxın belə bir istiqamət alırıq. Bura dırnaqlarınızdır. Deməli i soldan gəlib sağa doğru gedir. Bura nöqtə. Bu hissəsi x-dır və bizim gördüyümüz naqildə x hissəsində yerləşib. Maqnitsəsinin x hissəsində yerləşib. Sonra keçirik sağ əl qaydasına. Sağ əl qaydasından tapırıq induksiya cəryanın istiqamətini. Sağ əl qaydamız belədir. Baş barmağımız sürət istiqamətindədir. X olduğuna görə ovucunuzun hissə baxır. Ona görə 4 barmağınız da yönələcək aşağıya doğru. Aha, ovucunuzun hissə baxır. 4 barmağınız yönəldi aşağı. Induksiya cəryanın istiqaməti deməli oldu aşağıya doğru. Yəni hansı hissədə baxırdıq? B-dən A-ya getdi. B-dən A aşağıdırsa A-dan D-yə olacaq sola, C-dən D-yə yuxarı və s. Və burada fikir verin, yaranan induksiya cəryanı fırlandı necə? Saat əqrəbinin əksinə. Saat əqrəbinin əksinə idisə, yaranan maqnit induksiya vektorunda istiqaməti olacaq bizə doğru nöqtə şəklində. D variantı. Və ya başqa necə tapa bilərsiniz. Yenə sağ əl qaydasından buralar nöqtə, kənarlarda isə x-dir. İçərilər nöqtə, kənarlar x olmuş olacaq. Bircə maqnitsəsində çevre üzrə bərabər sürətdə hərəkət edən müsbət yüklü zərrəcin trayektoriyasının bir nöqtəsində olan anda sürətin istiqaməti verilmişdir. Maqnit induksiyası vektorunun istiqamətini müəyyən edin. Müsbət yüklü zərrəci idi. Yenə sol əl qaydasından birincisi F-Lorentz tapırıq. F-Lorentz mərkəzə. Deməli, baş barmağınız F-Lorentz istiqaməti, 4 barmağınız aşağı tutarsınız sol əlinizi. Onda alacaqsınız ki, ovucunuzun hissə baxır. Deməli, olacaq x-lar. X nə deməkdir? Bizdən şəkil müstəvisinə doğru perpendikulyar. Öz-özü induksiya Hegel'in sarğazdakı cəryan şəklinin dəyişmə yeyininə nisbətinə olan fiziki kəmiyyət. Deməli, EHG-nın cəryan şiddətinin dəyişmə yenilinə olan nisbəti delta i-nin delta t-yə. EHG-nın bu yeniliyə olan nisbəti təbii ki, bizə nəyə verəcək? İnduktivliyi vermiş olacaq. Volt bölünsün, amper bölünsün saniyədən. Sarğacı induktivli metod üstünüz eli bölünsün t-dən. 9. Deməli, cəryanın naqil maqnitsəsində şəkildə kimi yerləşdirilmişdir. Alfa bucağı 2 dəfə azaldıqda naqilə təsir edən amper qüvvəsi. Amper qüvvəsinin düsturu. ELB sinus alfadır. Bucaq əvvəlcə 60 dərəcədir. Bucaq 60 dərəcə onda sinus alır kök altı 3/2. Bucağı 2 dəfə azaldanda olacaq 30 dərəcə, sinus alacaq 2/1. Və deyir, necə dəyişdi? Necə dəyişdirsə F2/F1, yəni son bölünsün başlanğıcı bərabərdir. Elə alfa 2 bölünsün alfa 1-dən. Alfa 2 2/1 idi. Bölünsün kök altı 3/2. 2'lər getdi, aldıq 1 bölünsün kök altı 3. Deməli, kök altı 3 dəfə azalar 9'u da olacaq Y variantı. Onda sol bölünsün amper kvadrat. Uşaqlar, sol bölünsün amper kvadrat. Bu nəyin vahididir? Bu induktivliyin vahididir. Amma necə öyrənirsiniz? Enerji bərabər L kvadrat bölü 2-dən. Joule bölü amper kvadrat sizə verir induktivliyi. C variantı. 11-də K açarını qapadıqda cəryan şiddəti 0,4 saniyə müddətində 2 amper qədər dəyişir. Dövrədə nə qədər öz-özünə induksiya EHG yaranır? Deməli, EHG bərabərdir L, delta I bölünsün delta T. Bərabərdir. L-in yerinə 0,5, delta I-nin yerinə delta I bölü delta T. 0,4 saniyə 2 amper qədər dəyişir. 2 bölünsün 0,4.
bərabərdir. 0.4-dən 0.5-in sıfırları getdi. 5-ə 2-yə vursaq 10, 10-da 4-ə bölsək olacaq 2,5 volt, 11-də A variantı. Qapalı dövrdə sarğacdan axan cəryan şiddətinin zamandan asılı qrafiki verilmişdir. Qrafik analizlərində uyğun zaman intervalında sarğacda öz-özünə induksiya heqi yaranır. İnduksiya heqi onda yaranır ki, maqnit sayəsində bir dəyişiklik olsun. Yəni sabit cəryan sabit qalsa, çünki düstur delta idi axı, sabit hissədə delta idi 0 olur. 0-dan 1-ə, 2-dən də 3-ə. Y variantı. 13-də sabit cəryan axan verilmiş induktivlikli sarğacdan keçən maqnit selini hansı fi bərabər eli idi? Verilmiş induktivlik, o deməkdir ki, induktivliyin qiymətini bilirik. Qaldı i-ni tapmaq. I-ni tapmaq üçün də ampermetr bizə lazımdır. 14. Verilmiş induktivlikli sarğacdan keçən cəryan şiddəti 8 amper artdıqda sarğacın maqnit sahəsinin enerjisi 9 dəfə artdı. Deməli, bizdən soruşur cəryan şiddətinin ilk qiymətini. Düsturunuz eli kvadrat bölü 2-dir. Yəni, enerji i-nin kvadrat qatsıdır. W1 bölünsün W2 bərabərdir. i1-in kvadratı bölünsün i2-nin kvadratına. W bölünsün 9W, çünki enerji 9 dəfə artıb. i1 i kvadratı idisə, i2 olacaq. i üstə gəlirsiz 8 amperin kvadratı. W-lar getdi, hər tərəfdən kök alırsınız. Sonra da çarpaz vurursunuz. Kök alsaq 3i bərabərdir. Burada 1 idi. i üstə gəl 8-ə, 2 bərabər 8-ə, i də bərabər 4 amper. Deməli, əvvəlki qiyməti 4 amperə bərabərdir. B variantı. 15-də cəryanlı naqillərin maqnit sahəsində hərəkət edən mənfi yüklü, cəryanlı naqillərin maqnit sahələrində hərəkət edən mənfi yüklü zərrəciyə təsirdən əvəzləyici qüvvənin istiqamətini müəyyən edin. Deməli, sağ əl qaydasına görə yuxarı nöqtə nəyi tapdıq? B-ni aşağıda x-dır. Yenə sağ əl qaydasına görə aşağı x, yuxarı olacaq, yuxarı x, aşağı olacaq nöqtə B-ni tapdıq. Deməli, maqnit sahəsində sürət, belə deyək də, F-Lorentz bərabər QVB-yə görə x-lar B oldu x-lar. Yəni bizdən şəkil müstəvisinə doğru perpendikulyar. Onda Lorentz tapaq. Sol əlimizin 4 barmağı sürət istiqamətində və əgər x-dırsa, ovucumuzun içi bizə baxır, onda baş barmağınız olacaq yuxarı. Sadəcə mənfi yüklü zərrəcik olduğuna görə yuxarı yox, siz götürməlisiniz aşağıya doğru şəkil müstəvisində aşağı. İnduksiyası 0.1 test olan bir cins maqnit sahəsində 2 nanosaniyə periodu ilə çeviri üzrə bərabər sürətlə dövr edən zərrəciyyin xüsusi yükünü hesablayın. Periodun düsturu 2 pm bölünsün QB-dir. QB. Xüsusi yük istəyirsə M ataq aşağı. Deməli, buradan da Q bölü M bərabər olacaq. M atdıq, M artıq burada yoxdur. Q bölü M də bərabər olacaq nəyə? Q bölü M də bərabərdir. 2 pi bölünsün. Elə bir ki, Q bölü M getdi T-nin yerinə, T də gəldi ora TB. 2 pi. Yəni hesablayaq. 2 vurulsun 3 bölünsün T vur B. T neçə idi? 2 nano. Nano 10 üstü mənfi 9 deməkdir. Vurulsun B nə qədərdir? 0,1. Belə eləyək 0,1-in də vergülünü silib ataq. Mənfi 9-un yanına olsun mənfi 10. 2-lər getdi. 10 da qalxdı yuxarı oldu. 3 vurulsun 10 üstü 10. Klon bölünsün kilogram. C variantı. 17. Xüsusi yükü bu qədər olan, sürəti bu olan zərrəcik induksiyası bir cins maqnit sahəsində qüvvə xəttinin perpendikulyar daxil olaraq bərabər sürətlə dövr edir. Zərrəciyin mərkəzi qaçma təcili MA bərabər QVB-dən. Buradan da A bərabərdir. QVB bölünsün M. İndi yerinə qoyaq. Q. Q nə qədərdir? Aha, xüsusi yükü verib, yəni Q bölü M-i bir yerdə verib, lap yaxşı. 2 vur 10 üstü 8 vurulsun B. 5 mega, 5 vur 10 üstü 6. B-ində 0,2 verib. 5'i 0,2 vursaq oldu 1. Bu getdi. Qaldı 2 vurulsun 10 üstü 8, 10 üstü 6 olacaq. 2 vurulsun 10 üstü 14. A variantı. Daha sonra uşaqlar 18. Qapalı keçirici konturdan keçən maqnitinin zamandan asılı qrafika verilmişdir. Konturda yaranan induksiya heqinin modulu hansı zaman intervalında daha böyükdür? Birinci zaman intervallarına baxaq. 0-dan 1-ə 1 saniyə. 1-dən 2-ə də 1, hər biri baxın 1 saniyədir. Ona görə də zamana fikir verək nəyə? Delta fiyə. Modul dediyinə görə də mənfiyə fikir verməyəcək. Yalnız delta finin harda daha böyük qiymət aldığına baxmalıyıq. O da uyğundur 1-dən 2-yə. Çünki EHQ-nın düsturu mənfi delta fi bölünsün, delta T-dir. Onsuz da modul istəyirdi, heç mənfiyə də fikir vermədim. Dəyişməsində mənfi olmağına fikir vermir. Olacaq 1-dən 2-yə ən uzun xətt, ən böyük dəyişmə oradadır. Daha sonra uşaqlar gəlir 19.
L delta i bölünsün EHQ i. EHQ-nin düsturu L delta i bölünsün delta t'dir. Delta t qalxır yuxarı. L'lər delta i'lər getdi, qaldı zaman. C variantı, zaman intervalı. 20. Aktiv müqaviməti nəzərə alınmayan sarğaca ardıcıl qoşulmuş rezistorun temperaturu T1 200 dərəcə Selsi olduqda sarğacın maqnitsiyasının enerjisi 0,4 millijol olmuşdur. Temperaturu 50 dərəcə Selsi olduqda sarğacın maqnitsiyasının enerjisini hesablayın. Lap yaxşı. Deməli, W-nun düsturu L e kvadrat bölünsün 2. Daxili müqavimət nəzərə alınmır, lap yaxşı. E-ni də yerinə onda yazırıq. EHQ bölünsün. Bir də görək. Aktiv müqavimət nəzərə alınmayan sarğacın da müqaviməti nəzərə alınmır. E-nin də yerinə EHQ bölünsün R yazırıq. Daxili müqavimət yoxdur, üstə gəlir yazmırıq. Deməli, belə bir nəticə alırıq. L EHQ kvadrat bölünsün 2 R kvadrat. Belə başa düşürük ki, W müqavimətlə tərs kvadratik asılı olmuş olacaq. İndi gəlin hesablayaq. Deməli, W1 bölünsün W2 bərabərdir. R2-nin kvadratı bölünsün R1-in kvadratına. Bunu mötərizə kvadrat ilə daha sadə olsun. Deməli, sarğacın maqnitsiyası enerjisi 0,4 millijol olmuşdur. Nə vaxt? Birinci halda. 0,4. Milli nə istəyir çevirməyəcəm. W2 bərabərdir. Bərabərdir nəyə? R2-nin yerinə yazırıq. R0 vurulsun. 1 üstə gəlsin alfa T2. R1-in yerinə yazırıq. R0 vurulsun. 1 üstə gəlsin alfa T1. Və bunların mötərizə kvadratı, hamısının bir yerdə kvadratı. R0'lar geçsin. Alırıq 0,4 bölünsün W2 bərabərdir. 1 üstə gəlsin alfa T2. Alfa 1000-də 4'dür. T2. T2'miz 50'dir. 1000-də 4'ü vuraq 50'yə. 1000-də 4 vurulsun 50'yə. Sıfırımızın biri geçsin. 1. Burada da qar 20. 4 bölünsün 20. Olacaq deməli 0'dan 10'da 2. Bu oldu 0'dan 10'da 2. 1 üstə gəlinsin 0,2 olacaq 1,2. Daha sonra 1 üstə gəl alfa T1'ə baxaq. Alfa T1. Alfa 1000-də 4'dür. 1000-də 4 vurulsun 200. Deməli sıfırlarımızın ikisi geçsin. 2 ilə 10'da gedir 1, 5. Bu da olacaq 0,8. 2, 1,8. Kvadratı. Deməli vergüllərimiz getdi. 6'ya getdi. Burada qaldı 3. 6'ya getdi qaldı 2. Kvadrat olanda olacaq belə 4 bölünsün 9. 0,4 ilə 4'də geçsin, qalsın 1, 0,9. Var cavabı da Y variantı. 20'də olacaq Y. 21'də sabit induktivlikli sarğacın cəryan şiddətinin zamandansız qrafiki verilmişdir. Sarğacda yanan öz-özündə indüksiya EHQ-nın zamandansız qrafiki EHQ bərabərdir mənfi L delta I bölünsün delta T'dir. Birinci hissədə I-nin dəyişməsi mənfidir. Burada da mənfi var. Mənfi olacaq müsbət. İkincisi də isə delta-nin dəyişməsi müsbətdir. Mənfi müsbət olacaq mənfi. Deməli, birinci halda müsbət, ikinci halda mənfi olmalıdır. Bir şey də var ki, I zamandan KT, yəni xətti dəyişinə görə törəməsi bizə verəcək yalnız sabiti. Deməli, qrafikimiz sabit olmalıdır. Birinci müsbət, ikinci isə oldu mənfi 21'də A variantı. Daha soruşular 22. Bir cisim maqnitsiyasında çevrə üzrə bərabər sürətdə hərəkət edən zərrəciyin təcilinin maqnit indüksiyasının asılığı MA bərabər, yəni burada kifayət qədər bu düsturu təkrarlamış oldunuz. AB-dən xətti düz mütənasib asılıdır. 23. Cəryanlı sarğacın maqnitsiyasının enerjisinin maqnitseninin asılı qrafiki verilmişdir. Sarğacın induktivliyini hesablayın. Hesablayaq. Enerjinin düsturu F kvadrat bölünsün 2L'dir. W-nun yerinə 8 milli 8 vurun üstü mənfi 3 bərabərdir F kvadrat. Yəni 64 vurulsun milli 10 üstü mənfi 6 bölünsün 2 vurulsun L'dir. 8'den 64 gedir qalır 8. 8'den 2 gedir qalır 4. 10 üstü mənfi 3. 10 üstü mənfi 6 gedir qalır 10 üstü mənfi 3. Deməli L bərabərdir 4 milli Henry. 20 üstü olacaq cavabımız 4. 24. Müqavimətləri R1, R2 bu qədər olan rezistor induktivliyi 6 bərabər 3 milli Henry olan sarğac cəryan mənbəyinə qoşulmuşdur. Sarğacın maqnitsiyasının enerjisini hesablayın. Arzu biləşdiyinə görə müqavimətlər cəmlənir. 8 üstə gəl 6 olacaq 14 10. Daha sonra enerjini tapanda i-ni tapsaq EHQ bölünsün R üstə gəl R-dən. R üstə gəlinsin R-dən. EHQ-nız 30'dur. R 14'dür. Üstdən də gəlir bu biri. Olacaq 15. Deməli cəryan şiddəti oldu 2. Enerjinin də düsturu L kvadrat bölünsün 2'dir.
3 vurulsun millini istirdiyi millini çevirmirəm. 3 vurulsun i-nin kvadratı, yəni 4 bölünsün 2-yə. Cavabınız olacaq 6 millijol. Sonra gəlir 25. Maqnit sahəsində cəryanlı naqilin hərəkəti zamanı amper qüvvəsinin gördüyü naqilin yerləşməsindən asılı qrafika verilmişdir. Maqnit sahəsinin induksiyası 20 mT, naqilin uzunluğu 0,1 metr olarsa, naqilin axan cəryan şiddətinə A bərabərdir. F amper vurulsun S-dir. F amperin yerinə ILB S yazırıq. Bizdən soruşur deməli nəyi? I-ni. I də bərabərdir. A bölünsün LB S. A 1,6 vurun üstü mənfi 3-dür. Daha sonra L-in yerinə uzunluq 0,1 idi. B-nin yerinə 20 vurun üstü mənfi 3. S-in də yerinə 0,2 götürək. Bu belə. Deməli uşaqlar 10 üstü mənfi 3-lər getdi. Burada 0,1 ilə 1,6-da 0 getsin. Deməli aşağıda qaldı. 20 ilə 0,2-də getsin qalsın 4. 16-ını da 4-ə bölsə olacaq 4 amper. Cəryanlı naqilin maqnit sahəsində hərəkət edən modulca eyni yükə malik zərərçilərə təsir edən Lorentz qüvvələri haqqında hansı ifadələr doğrudur? Deməli uşaqlar, sağ əl qaydasına görə yenə deyirəm, yuxarı olacaq nöqtələr, yəni i-dən nəyi tapdıq, b-ni tapdıq. Sağ əl qaydamız nədir? Baş barmağımız i istiqamətində bükülmüş sağ barmağımız. Əlinizdə bir qələm tutursunuz və görəcəksiniz ki, baş barmağınız qələmin ucu istiqamətində olarsa, baxın təsəvvür bu qələmdə qələmin ucu bura düşüb. Yumulmuş 4 barmağınızın, yumulmuş 4 barmağınız baxın burada olacaq. Deməli, yumulmuş o 4 barmağınızı ovucunuzun içine doğru fırladırsınız. Görürsünüz ki, sizə tərəf gəlir. Elə bilin ki, 4 barmağınız şəkildən çıxıb sizə gəlir. Ona görə yuxarılar nöqtə, aşağılarsa olur x. Deməli, yuxarıdakı yük nöqtə hissəsində, aşağıdakı yük isə x hissəsindədir. Sonra keçirik sol əl qaydasından Lorentz qüvvəsini tapmağa. Lorentz qüvvəsini tapanda baş barmağınızın, deməli, sol əlinizin baş barmağı Lorentz qüvvəsi istiqamətini göstərəcək 4 barmaq sürət istiqamətində və uşaqlar baxırsınız ki, nöqtə olduğuna görə əlinizin üstü sizə baxır, baş barmağınız olacaq yuxarıya doğru. Bu oldu F Lorentz. İndi mənfi üçün baxaq. Mənfi üçündə yenə x-dır. Artıq ovucunuzun içi sizə baxacaq. Yenə 4 barmağın sürət istiqamətdə, amma bu səfər ovucunuzun içi sizə baxdığına görə, bax bu sizin 4 barmağınızdır. Burada dırnaqlarınız idi. İndi baş barmağınız olacaq aşağıya. İndi bir şey var. Mənfi yük olduğuna görə, mənfi yük olduğu üçün Lorentz qüvvəsini aşağı yox, əksinə götürürsünüz. Yəni yuxarıya. F Lorentz oldu yuxarıya. İndi baxaq. Bir yükünə təsir edən qüvvə aşağı yönəlir, birə təsir edən İkisine de yuxarı yönəlmiş. Deməli bu səhvdir. Yuxarı yönəlir düzdür. İki yükən təsir edən yuxarı yönəlir. Bu da düzdür. Lorentz qüvvələrinin modulu eynidir. Lorentz qüvvələrinin modulu fərqlidir. Uşaqlar burada nəyə verməyibsə, bu 4-cü qruplarda belə idi. İ-dən olan, naqildən olan məsafələr sizə verilməyib. Məsafə yazsa ki, cəryanlı naqildən eyni məsafədə təsir edən Lorentz qüvvələri haqqında, Lorentz qüvvələri arasındakı hansı münasibət doğrudur? Onda yazardıq ki, modulca eynidirlər. Amma yoxdur deyə bunların heç birini götürmək olmaz. 27. Şəkildə sabit maqnit və ipdən asılmış alüminium halqa təsvir edilmişdir. Uyğunluğu müəyyən edin. Deməli, belə bir şey baş verir uşaqlar. Bunun təcrübəsində kanalda paylaşmışam. Baxa bilərsiniz canlı-canlı. Maqnit halqaya yaxınlaşanda. Maqnit əgər halqaya yaxınlaşırsa, yaranan induksiya cəryanı hesabına induksiya cəryanı yaratdığı induksiya vektoru yaxınlaşma zamanı bunun əksinə yönəlir. Yəni biz istəyirik ki, maqniti daxil artırıq, amma isə əksinə yönəlir. Bizdə induksiya vektorun istiqaməti deməli uşaqlar soladır. İnduksiya cəryanı yaratdığı induksiya vektorun istiqaməti isə bunun əksinə, yəni hara doğru olacaq? Sağa doğru olacaq. İnduksiya cəryanı yaratdığı induksiya vektorunu çəkdiyi sağa doğru. Bura S, bura D. Deməli S bir-birlərini nədirlər? İtələdilər. Və maqnit həlqəyə yaxınlaşan deməli maqnit seli artır, belə yaxınlaşma zamanı artır, o başqa məsələ. 1-ə yazdıq A-nı, uzaqlaşanda azalır, 2-yə yazdıq B-ni, sükunətdə olanda dəyişməz C-ni yazdıq, itələnir daxil edəndə D-ni yazdıq bura, induksiya cəryanı yaranmaz, sükunətdə olanda yenə də yazdıq bura. Deməli belə oldu. 1-də AD, 2-də B, 3-də də C-Y. 28. Təsvir edilən dövrələrə deməli, təsvir edilən dövrədə açar bağlandıqda bir lampası ani, 2 və 3 lampalar tədricən, 3 lampası isə daha gec yanır. Hadisənin səbəbini izah edin. Deməli, uşaqlar, açar qapananda bir lampasında rezistor var. Rezistor metal naqil, deməli, müqaviməti olan naqilli və dövrədə heç bir induksiya cəryanı yaranmasına səbəb olmur. Yəni, burada heç bir maqnit sahəsi yaranmadığından ona görə heç bir gecikmə baş vermir, dərhal yandı. Aşağıdakı hissərdəsə dövrədə sarğacı var. Bilirik ki, sarğacıdan əgər cəryan keçirsə, burada öz-özünə induksiya cəryanı yaranırdı. Öz-özünə induksiya hadisəsi yaranır. Öz-özünə induksiya hadisəsində də EHQ I bərabər idi. L delta I bölünsün delta T mənfi işarə ilə. Biz dövrəni
deməli, birləşdirdik, dövrəni qapadıq. Dövrəni qapayanda cərəyan keçir. Sadəcə yaranan induksiya cərəyanı biz artırırıq. Yaranan induksiya cərəyanı buna əks təsir göstərərək onu azaltmağa çalışır. Və induktivliklərə əsasən də baxın, EHQ elinə düz asıdır. Nə qədər ki, sarı xacın induktivliyi böyük olarsa, bir o qədər də gecikmə çox baş verəcək. Ona görə də 3 lampası daha gec, 2 lampası isə daha tez yanmış olar. Tərpənməz 2 maqniti yay ilə divara bağlanmışdır və sürtünməz hərəkət edə bilən bir maqnitinə F bərabər 0.2 Newton qüvvə ilə təsirdir. Yayın sərtliyi 20 Newton/m olarsa, yayın mütləq uzanmasını hesablayın və yayda yaranan elastiklik qüvvəsinin istiqamətini təyin edin. Deməli, uşaqlar, burada nə baş verir? Bu SN bir-birlərini cəzb edirlər. Eyni maqnit qüvvəsi ilə F maqnit. Və cəzb etdiyinə görə yay burada uzanır. Yayın deformasiyası bu istiqamətdədir. Yayda yaranan elastiklik qüvvəsi tamamilə bunun əksinə olacaq. Deformasiyanın əksinə. Elastiklik qüvvəsi. Bunlarsa maqnit qüvvələridir. İndi bizdən görə nə soruşur? Deməli, deyir ki, bir-birinə 0.2 Newton qüvvə ilə təsir edir. Bu, əgər tarazlıqda olduğu halda uşaqlar elastiklik qüvvəsi ilə onun maqnit qüvvəsinə bərabər olacaq. Yəni 0.2 Newtona. Yayın sərtliyidir K bərabər 20 Newton/metrdir. Buradan da alırıq ki, x tapmaq istəyirik. F bərabərdir Hukkanın K delta L və K x. X-i tapsaq, F bölünsün K-dan. Yəni 0.2 bölünsün 20 olacaq 0,1 metr və ya 1 santimetr. Qapalı konturdan keçən maqnit zamanın asılı qrafiki verilmişdir. Müvafiq düsturu yazmaqla və izah etməklə konturda yaranan induksiya EHQ-nın zamandan asılı qrafikini çəkin. Deməli, uşaqlar, fi 0T1 müddətində zamanla xətti olaraq dəyişir və EHQ da finin zamana görə törəməsi olduğundan EHQ bərabərdir mənfi delta fi bölünsün delta T. EHQ-nın modulunu yazmayıb ki, yox. Gəlin qrafikimizi biraz uzadaq. Delta fi bölünsün T-dir və finin zamana görə finin dəyişməsinin mənfisi də var. Zamana görə törəməsinə bərabərdir. Birinci halda finin tənliyi olsun K vur T, törəməsin olacaq K, yəni sabit. Deməli, EHQ birinci halda zamandan asılı, amma qarşısında bir mənfisi də var. Mənfi K-ya bərabər olur. Belə deyək ki, mənfi K-ya bərabər olur. Birinci halda mənfidən sabit çəkdik. 0T1 müddətində. T1, T2 müddətində uşaqlar eynən onun kimidir, sadəcə bucaq dəyişib. Baxaq, əvvəlcə bucağımız baxın bu hissə idi, daha sonraki bucağımız da bu hissədir. Bucaq artdığına görə EHQ-nın modulu da, EHQ-nın qiyməti də artacaq. Ona görə nisbətən aşağıdan çəkirik. Həmçinin 3-də də elədi, onun kimidir. Bucaq artdığına görə fikir verin, baxın bucaq daha da çox artdı, EHQ artacaq. Ona görə də onda nisbətən daha aşağıda çəkmiş olaraq. Bu da olacaq sizin cavabınız. Sağ olun uşaqlar.